Görüşün əvvəlində Xəzər Lənkəran Neftçinin qapısına yol tapdı. Amma Opara'nın vurduğu gol qeydə alınmadı. Birinci hissənin gedişində hakimin qərarlarından razı olmayan Xəzər Lənkəranın baş məşqçisi Səlim Mircavadov narazılığını bildirdi. Maraqlıdır ki, birinci hissədə təxminən 4-5 dəqiqə fasilə yaransa da Əfqan Həmzəyev cəmi 1 dəqiqə əlavə etdi. İkinci hissədə Xəzər Lənkəran daha bir gol vurdu. Əfqan Həmzəyev bu epizodda qayda pozuntusu qeydə aldı. Bundan sonra yenə Lənkəranlar narazılıq etdilər. Mübahisə o yerə çatdı ki, Səlim Mircavadov AFFA'nın nümayəndəsi Namiq Məstamova baş zərbəsi endirdi. Az sonra yerli azarkeş meydana daxil oldu. Amma son anda hakimin vurmaq fikrindən vaz keçdi. Oyunun sonlarında cərimə meydançasında top Ruslan Abışovun əlinə dəydi. Hakimin fikri susunca ara qarışdı. 6-7 dəqiqəlik fasilənin ardınca isə Əfqan Həmzəyevin cəmi 2 dəqiqə əlavə vaxt təyin etməsi azarkeşləri tamamilə öksələdən çıxardı. Yalnız Xəzər Lənkəranın prezidenti Mais Mənsimovun meydançanın içinə daxil olmasından sonra aranı sakitləşdirmək mümkün oldu. Mais Mənsimovun göstərişindən sonra baş hakim Əfqan Həmzəyev final fitini səsləndirdi. Amma diqqət yetirin, final fiti səsləndiyi məqamda meydançada futbolçulardan başqa kifayət qədər adam var idi. Maraqlıdır, bu fit nə dərəcədə hüquqi əsasa söykənir? Hal-hazırda Lənkəran şəhər stadionunun qabağındayıq. Bir oyun bitib qalmaqal baş verib. Oyundan sonra yerli azarkeşlər stadionun çıxışının qarşısına toplaşdılar.
Südya Azərbaycan futbolu sənələr südyələrdir. Birinci südyələr ləğv olsun. Bunlar hamısı tapşırılmış proqram üzrə gəliblər. Əfqan Həmzəyev çimərlik futbolunun əgər ən yaxşı hakimidirsə, getsin çimərlik futbolunda da hakimlik eləsin. İndi oyundan sonra polis əməkdaşları, tamaşaçıları, azarkeşləri sakitləşdirməyə çalışırlar. Yalnız polislərin müdaxiləsindən sonra azarkeşlər stadionun ərazisindən uzaqlaşdırıldılar. Neftçi klubunun avtobusu yerli azarkeşlər tərəfindən daşqalaq olundu. Neftçi Bakıya Xəzər Lənkəran klubunun avtobusunda yola düşdü.